Salam, 70-ci səhifədə olan misallara başlayıram. 5-ci sinif riyaziyyatdan misal 3. 70-ci səhifə 3 ilə başlayır uşaqlar. Deyir, burada tərs ədədləri müəyyən edin. Tərs ədədləri müəyyən etmək üçün mütləq düzgün olmayan kəsrə çevirmək lazımdır. Bunun yerinə nə yazacağam? 1/4-1-in yerinə 4-də 5. 4-də 5 və 5-də 1. Yəni, surətlə, burada olan surət məxrəcə keçib, məxrəc surətə keçib. Burada niyə 1 yazdım? 5-də 4. 4 olmalıdır. 4-də 5, 5-də 4. Bunlar tərs ədədlərdir. Tərs kəsirlərdir. Bu dəqiqə bizdə ədədlər deyirik. Tərs olan kəsirlərdən söhbət gedir. Düzgün olmayan kəsirə çevirirəm. 2-də 5. 2-də 5 və 5-də 3. Biri 2-də 5'dir. 2-də 5 tapdım. 2-ni 2'yə vurdum. 4 üstə 1 gəldim 5. 2-də 5. Bu isə hazır verilib 5-də 3. Bunlar tərs kəsirlər deyil. Yəni fərqlidir. Bunlar ayrı-ayrılıqda başqa-başqa kəsirlərdir. Olmayanları belə bir dairəyə götürəcəyim. Karandaşla. 3-də 2. 3-də 2. Bu buçuğa da yazmaq problemi kurtarmır. Üçdə 2. Buna baxırıq. 2 vur. 3 vur 2. 3'ü vururam 2'yə. 6. 2'də 7. Bu da tərs deyil. Bu da tərs olmayan kəsirlərdir. Bunları da mən yenə karandaşla götürürəm ki, tərs kəsir deyil. Bunlar tərs kəsir deyil. Biz tərs kəsirləri axtarırıq. 6-da 5. 6-da 5 və 5. Düzgün olmayan kəsirə çevirəndə 1 vur 5, 5. Üstünə 2 gəlsək 7. 5'də 7. Bəlkə bu misalı mən səhv köçürmüşəm. Baxaq görək. Misal neçəncidir? 4-cü. Misal 3'də 4-cü. Səhifə 70'də. 1, 2, 3, 4-cü. 1, 2, 3, 4. 3'də 2 və 3/2'də 1. 3/2'də 1. 3'də 2 və 3/2'də 1. Sonra gəlir 6'da 5, 1/5'də 2. Bəli, bu da tərs olmayan kəsir oldu. Bu da tərs olmayan kəsirdir. Hələ ki, biz bir dənə tərs olan kəsir tapmışıq. 8'də 3. 2 vur 3, 6, 2, 8. 8'də 3. Birinci kəsiri olduğu kimi yazıram. İkinci kəsiri düzgün olmayan kəsirə çevirirəm. Və 3'də 2 vur 3, 6. Bu da 2, 8. Bəli, bu tərs kəsirdir. Bunun məxrəci bunun surətində yazılıb. Bunun surəti də bunun məxrəcində. 8'də 3, 3'də 8 tərs kəsirlərdir. 1/9'da 1'i çevirək. Olacaq 9'da 10. 1'i vururam 9'a, üstünə 1 gəlirəm 10. 10 isə onu belə də yaza bilərik və yaxud da 10 bölünsün 1. 10 bölünsün 1 elə 10 deməkdir. Və bu da tərs olmayan kəsirdir. Deməli, biz 2 dənə tərs olan kəsir tapdıq. Bunlar tərs olmayan kəsirlərdir. 4'ü tərs olmayan kəsirdir. İkisi isə tərs olan kəsirdir. 1/9'da 1 və 10. Bəli, indi keçirəm misal 4'ə. Misal 4'də nə deyilir? Bir qruplaşdırma xassəsindən istifadə edin. Bir də tərsinə kəsirlərdən istifadə edin. Kəsirlərin tərsinə olduğundan. Misal 4'də deyir ki, tərs kəsirlərin hasilindən istifadə edərək qiyməti hesabla, hasili hesabla. Bəli, hesablayaq. 2'də 1 olduğu kimi yazıram. Bu olacaq 1 vur 3, bu da 1, 4. Vurulsun 3'də 4. Vurulsun 2'nin yerinə yazıram. 2 bölünsün 1. 1. 2'də 1
1 bölünsün 2, 2 bölünsün 1. Bunlar tərs kəsirlərdir. Bundan bu tərsinə olan kəsirləri bir-birinə vuran da 1-ə bərabər olur. Yəni bununla bunun hasili tərsinə kəsirlərin hasili 1-dir. 1-i də 3-də 4-ə vursaq bərabərdir. Qruplaşdırsam belə olacaq. Tərsinə olan kəsirləri yanaşı yazıram. 2-də 1 vurulsun 1-də 2 vurulsun 3-də 4. Bu iki kəsiri bir-birinə vuranda tərs kəsiri, tərs olan iki kəsiri bir-birinə vursam 1 alınır. Cavab 1-dir. 1-i də 3-də 4-ə vursam elə 3-də 4 eləyər. Burada da yenə də açıram görək. 4-də 3 bunları açıq formada yazam. 4-də 3 vur. 2-nin yerinə yazıram 2 bölünsün 1. 1 tam 3'də 1'in yerinə yazıram. 3'də 1 vur 3 o da 1. 3'də 4 vurulsun. 3'də 2. 3'də 2 bərabərdir. Ne aldıq burada? 3'də 4, 4'də 3. Bax, bir də bunları yanına keçirməyə məndə уже yer yoxdur belə. Onlar yaza da bilərəm. Yaxşı, yazaq 4'də 3. Vurulsun. Bu 3'də 4'ü gətirirəm bunun yanına. 4'də 3. Vurulsun. 1 vurulsun 2. Vurulsun 3'də 2. Tərs kəsirlər bizə verəcək 1. Bu kəsirlərin hasili eləyəcək 1. Bu da olacaq 3'də 4. Bərabərdir. 3'də 4 eləyər. Kəsirimizin cavabı. Bu da bərabərdir. 1 tam 3'də 1. Yenə də burada 5'də 2. Biraz xırda yazım ki vurulsun. 3'də 6. 2 tam 3'də 1'i çevirdim. 2 vur 3 6. Bu da 1 7. 3'də 7. Səhv yazdım. 3'də 7 vur. Vur. Burada yazdım. Bu heç. 2'də 1. Vur 7'də 3. Yenə də tərs kəsirləri bir yerə yığaq. Bu 2'də 1'i aradan götürüb qabağa köçürürəm. 5'də 2 vur 2'də 1. Vurulsun 3'də 7. Vurulsun 7'də 3. Yerlərini dəyişdim. 3'də 7 ilə 7'də 3 1 olacaq. Tərs kəsirlər 1 verir vuranda hasili. 5'də bu olacaq 10'da. Bunu da buna vursam 3. Bərabərdir 10'da 3. Cavabı. Siz biraz yığcam yazsanız, hansısa hissəni yazmaq istəməsəniz, yaxud da altdan qoyub, bərabər qoyub yaza bilərsiniz. 2'də 4 tam 2'də 1'in yerinə yazıram. 2'də 9. Vurulsun. 5'in yerinə yazıram. 5 bölünsün 1. 1 tam 5'də 3'ün yerinə yazıram. Vurulsun. 5'də 8. 1 vur 5 5. Üstünə də 3 gəlirəm. 8. Vurulsun. 9'da 2. 9'da 2 bərabərdir. 9'da 2 burada da var. Bəlkə 2'də 9. Vurulsun 9'da 2. Burada isə 2'də 9 eləyirdi birinci. Bəli bu. 2'də 9, 9'da 2. Bunları yanaşı götürüm. 2'də 9. Bu 9'da 2'ni də gəlirəm 1'də 5'in yerinə. Vurulsun 9'da 2. Bu keçdi ora. Vurulsun 1'də 5. Vurulsun 5'də 8. Bərabərdir. Tərs kəsirlər 1. 40 bölünsün 5'ə. 5'i vururam 8'ə 40. Bölünsün 5'ə. 40'ı 5'ə bölsəm 8 eləyər. Bərabərdir 8. Yenə burada davam eləyirəm. Birincini olduğu kimi yazıram. 7'də 4. Vur. 2'də 2 vur 2 4. Bu da 1 5. 2'də 5. Vurulsun. 4'də 7. Bax tərs kəsirlər yarandı. 7'də 4. 4'də 7. Vurulsun. 5'də 2. Bərabərdir. Bərabərdən sonra 7'də 4'ün yanına bu 4'də 7'ni köçürürəm.
7'də 4 vurulsun 4'də 7 vurulsun 2'də 5 vurulsun 5'də 2. Bunlar da ikinci bir tərs kəsirlər yarandı. 2 dənə ədədlər yarandı. 2'də 5, 5'də 2, 7'də 4, 4'də 7. Bunlar da 1 olacaq. Bu da 1 olacaq. Hasili. 1'i də 1'ə vursam elə bərabərdir 1 eləyər cavabı. 4 kəsirin hasili 1'ə bərabər olar. Məsələ 5. Deyir, Əli gün ərzində 7'də 4 saat işləyir. 1 saat üçün 8 manat alır. Gün ərzində görəsə nə qədər pul alır? 7'də 4'ü vuraq 8 manata. 7 tam 4'də 1 saatı, 7'də 4'ü yox. 7 tam 4'də 1 saatı çevirirəm düzgün olmayan kəsrə. 4'də 29. 4'də 29. Çevirdim ha uşaqlar buna. Vurulsun. Hardan alınıb? Siz bilməlisiniz. Vurulsun 8'ə. Bu bir günün puludur. Bir gündə bu qədər pul alır. Bəs bir həftədə nə qədər alır? Həftədə 5 gündürsə 5'ə vururam. Bu da bərabər eləyər. Deməli, burada mənim üçün yer var idi ki, bunu birbaşa yazmıyım. Nəysə yazdım da. Təzədən altdan da yaza bilərəm. Qoy tezdən altdan yazın. Bəzi uşaqlar bu da səhv deyil. Qoy bunu hesablayayım. Sonra birini də altdan düzgün formada yazacağım. Səhv deyil. Bu tam ədədlər ki var. Natural ədədlər. Bilirsiniz ki ikisi də surətə vurulur. Baxmayaraq ki biri olanda deyirdik surətə vurulur. İkisi də olanda surətə vurulur. Məxrəc qalır 4. 29 vur 8. Vur 5'ə. 8 ilə də 4 ixtisar gedir. Burada heç nə qalmır. 2 qalır. 2'ni 5'ə vursaq 10. Onu da 28'ə vursaq 280. 280 manat. İndi bunu belə də hesablaya bilərəm. Bu biraz güclü uşaqlar üçündür. Burada isə başa düşməyən zəif uşaqlar üçün hesablayıram. 7 tam 4'də 1 saat vurulsun 8 manata. Bərabərdir eləyər bir günün pulu. Düzgün olmayan kəsrə çevirsək 4'də 7 vur 4 28. Bu da 1 29. Mən niyə burada 28'i vurmuşam? Bəs 28'i 8'ə vurmuşam 5'ə. 29 olmalıdır burada uşaqlar. 29. Səhvi düzəldəcəyəm. Burada 29'dur. Ben burada kırmızıyla da yazım. Gözüme sataşdı birden. 29. Yaxşısı burada heç bunu yazmayın. Elə alttakini yazın. Bunu yazın. Bunun üstüne xət çəkərəm. 7 vur 4 28 29. Vurulsun 8'ə. 29 vur 8 böl 4'ə. Bu da bərabərdir. Görək bir gündə nə qədər maaş alır? 8 manatdan. Bərabərdir. 8 ilə 4 ixtisar gedir. Qalır 2. 2 dənə 29 manat eləyər 58 manat. 2 dənə deməli bu kəsr xəttini də qoy olsun yaxşı. 29'u 8'ə vururam. Bölürəm. 29'u vurum 8'ə bölüm. Özüm üçün burada mən bir artıq əlavə bir iş açdım burada uşaqlar. Deməli 29'u vururam 8'ə bölürəm 4'ə. 29 vur 8'ə 72. 7 hatta 2 vur 8 16. O da 7 33. 2 de 8 16 33. 332 böl 4'ə. Görək bir gündə nə qədər alır? 332'ni də 4'ə bölsək 8 12'ni də 83 manat. 83 manat. Bir gündə 83 manat alır. Bəs 5 gündə bu bir günündə. 83 vur 5. 83'ü de 5'e vurun.
83'ü də 5'ə vursam 15 bir yadda 40 41 415 manat. Bir həftəlik 415 manatdır. Bunu yazmayın uşaqlar heç. Burada mən 29'u yerinə 28 yazdım, səhv oldu. Sonra 5 kilogram meyvənin 3,2'də 1 kilogram almadır. Qiyməti də 1,5'də manatdır. Qalanı armuddur. Nə qədər pul ödədi? Əvvəl görək alma. 3,2'də 1 3,2'də 1 vurulsun. Qiyməti 1,5'də 2'yə. Qiymət, dəyər, məbləğ, bunlar 4-cü sinifdə keçmisiniz. Qiymət deyəndə 1 kiloqrama aiddir. Ona görə də 1 kiloqramın qiyməti sözünü yazmamışam burada. Qiyməti 1,5'də 2'dir. Bərabərdir. Bu da eləyər 2'də 7 vurulsun 5'də 7'yə. Deməli, 1 vur 5, 5, o da 2, 7 bərabərdir. 49 böl 10'a. 9 böl 10'a bərabərdir. 40'ı bölərik 10'a 4 manat. 4 manat. 10'da 9 manat. Pul verib almaya. Qalanı isə armud idi. 5 kiloqramdan çıxaq. 5 kiloqramdan çıxırıq 3,2'də 1'i. 5 çıx. 3,2'də 1'i. Almanı çıxırıq. Bərabərdir. 5'dən çıxaq. 2'də 2 vur 3 vur 2 6 7. Deməli 2 o 5'i necə yaza bilərik? Məxrəci 2 olsun. 10 böl 2 çıx 7 böl 2 bərabərdir 2'də 3 kiloqram. 2'də 3 kiloqram armuddur. 2'də 3 kiloqramı da vururam indi. Armudun qiyməti nə qədərdir? 2,5'də 3'ə. Bəli, bunu da 2,5'də 3'ə vurmalıyam. Əlavə, burada mənə kağız lazım olacaq. Ehtiyat əvvəldən bu kağızları qoymamışam. Görək, mən bu kağızı sizə hardan tapıb götürəcəm. Tapmasam, siz özünüz bunu eləməli olacaqsınız uşaqlar. Deməli, nə yaxşı ki tapdım. Bu armudun, qalan armuddur. 2'də 3, yəni 1,2'də 1 yazıram onda. 2'də 3 kiloqram armud vurulsun. Qiyməti 2,5'də 2 manat. 2,5'də 2 manata bərabərdir. 2'də 3 vurulsun 5'də 2 vur 5 12 bərabərdir. 10 3 dənə də 12 36. Bu da bərabərdir. 3 manat 36'nı 10'a bölsəm 10'da 6. Bəs 14 manat 10'da 9 da almanın pulu idi. İndi toplayaq görək. 4 manat 10'da 9 bu almanın puludur. Üstə gəl 3 manat 10'da 6 bərabərdir. Burada toplamada düzgün olmayan kəsrə çevirmək lazım deyil. Tamları toplayıram 7 tam 10'da 9 ilə də 6'nı toplasam məxrəclər bərabərdir. 10'u 13 yazdım. 15. Bu da bərabərdir. 15'dən də bir dənə 10 götürüb bölürəm. 8 tam 8 manat 10'da 5. Yəni 8 manat 50 qəpik və yaxud da 2'də 1 olacaq. 8 manat 2'də 1 manatın 2'də 1'i, yəni 50 qəpik. Man. Cavab budur uşaqlar. Bizdən bunu soruşurdu. Bu məsələ deməli 5 idi. İndi keçirəm 5 idi, bəli. İndi keçirəm. Burada da məsələ 5 yazmışam. Bəli, bu isə 6 idi meyvələr. Meyvələr 6-cı idi. Bu 6'dır. İndi 7-ci məsələyə keçirəm. Xalçanın eni 5'də 4 metr, uzunluğu isə
onun tərsinə bərabərdir. 5'də 4 metr, uzunluğu isə saxlamışam burada. 4'də 5 metrdir. Yəni 5'də 4'ün tərsidir. Xalçanın perimetri və sahəsini tapın. Perimetr. Xalçanın indi bax burada şəklini mən kobud da olsa bax belə bir çəkirəm. Bax belə. Bir xalça. Bax belə. 5'də 4 enidir. Bax bura 5'də 4'dür. Bu isə 4'də 5'dir. 4'də 5'dir. Perimetri necə taparıq? 2 dənə 5'də 4'ü toplayırıq. Və yaxud da 5'də 4 vur 2. Üstə gəl. 4'də 5'dən də 2 dənə. 4'də 5 vur 2'yə. Bərabərdir. Bu eləyir 5'də 8. Üstə gəl. 4'də 10. Bu da bərabərdir. Məxrəcləri bərabərləşdirsək 20. 20'də olacaq. Bunu mən 4'ə vurdum. 20'də 32. Bunu bu xalçanın içərisində yazıb davam eləyəcəm. 20'də 32. Üstə gəl. Bunu 5'ə vuracağım. 20'də 50. 20'də 50. Bu da bərabərdir. 20'də 72. 72 böl 20 bərabərdir. 60'ı 3 tam 20'də 12. Geri xalçanı çəkməzdim. Kitabdan göstərərdim. İndi sahə. Sahədə isə eni uzunluğa vurmalıyıq. Yəni 5'də 4 vur 4'də 5 metrini. Bunu da bir-birinə vuranda tərs ədədlərdir. 1 metr kvadrat eləyir. Burada 2 dənə maşın şəkli var. Biri minik maşınıdır kitabınızda. Digəri isə yük maşınıdır. Minik maşını, bu isə yük maşınıdır. Hər birinin sürəti verilib. Minik maşını 80 kilometr, yük maşını isə 70 kilometr. 1 tam 4'də 3 saat yol gediblər. Görək, minik maşını gedib 1 tam. Sürəti neçədir? 80. 80 vurulsun. Mən vahidlərini yazmıram. 1 tam 4'də 3'ə. Bunun getdiyi yolu tapırıq. Sürəti zamana vururam. Yolu tapıram. 80 vurulsun 4'də 7'yə. Bu da bərabər eləyər. 80'i vururam 7'yə, bölürəm 4'ə. 4'ü 4'ə 1, 80'i 4'ə 20. 20'ni 4'ə 140 kilometr yol gedib. Sonra minik maşınıdır bu. Yük maşını gedib. O da 1 tam 4'də 3 saat gedib, amma sürəti 70'dir. 70 vurulsun 1 tam 4'də 3'ə. Bərabərdir. 70 vurulsun 4'də 7'yə. Bərabərdir. 70 vur 7 böl 4'ə. Bərabərdir. 490 böl 4'ə. 490'ı 4'ə bölsəm, kənarda mən onu bölüm, yazım birbaşa cavabını. 490 bölürəm 4'ə bir dəfə, 9'da 2 dəfə, 10'da da 4, 2 tam 10'da 5. 122 tam olur. 122 tam olur. Belki 122 tam. 122 tam 10'da 5 və yaxud da yəni kilometrin yarısı 2'də 1 deməkdir. Bu da bunu burada tekrar hesablayayım, dəqiq yazım. 490'dan 122'ni çıxıram. 490'dan 122'ni çıxsam qalır 8. 8 qalacaq, bəli. 4'də 8. 4'də 8. Bu da bərabərdir.
140 kilometr. 122,8 kilometr. Görək, bəlkə hardasa səhv elədik. 70'i vurdum 1,4'te 3'e. 4'te 3'ü yerine yazdım. 4'te 7. 70'i 7'ye 49. 490'ı 4'e böldüm. 122. 490'ı koy tekrar. Bir de 4'e bölüm. 4'e bölürüm. Bir defa 4, 4. 9'da 2 defa 4, 8. 10'da 4, 2 defa 8, 2 qalır. Bəli, düzdür. 122 tam bu qalır. İndi bir də deyir ki, bax bu şəkli mən burada çəkim, göstərim sizə uşaqlar. A'dan B'yə qədər gələn yoldur. Bax bu B'dir. Bu da A'dır. A məntəqəsi. Minik maşını buradan gəlib hesabladıq ki 140 kilometr. Bu 40'dır. 140 kilometr. Bu da əks tərəfə gəlib. Bu gəlib 122,4'te 8. 122,4'te 8. Yəni 4'te 8'dən də elə çıxır burada 4'te 8 niyə yazmışam? 2'də 1. 2'də 1 olmalıdır burada. 2'də 1. 2'də 1. 4'te 8 yox. 4'te 2. 2'də 1. 10 kilometrdə ortada qalıb. Bu da 10 kilometr. Yolun uzunluğunu tapaq. 140'ın üzərinə 10 gəlirik. Olur 150. Üzərinə də 122 tam 2'də 1'i gəlirik. Bərabərdir. 150. Bu da 272. 2 tam 2'də 1 kilometr. Bax budur uşaqlar. Olsun ki mən qaralama yazdım. Bax burada. Bu minik maşının getdiyi yol 140 kilometr bura qədər. Ortada 10 kilometr heç biri getməyib qalıb. Bu da yük maşınının getdiyi 122 kilometr. 4'də 1. 2'də 1. Bu 2'də 1'dir. Ha, bu qədər uşaqlar. Bu səhifə 70-ci idi. Sağ olun.